Yay fəsli təkcə istirahət mövsümü deyil, eyni zamanda müəyyən sahələrdə iş imkanlarının artdığı dövrdür. Bu sahələrdə qısa müddətli, lakin intensiv iş rejimi tələb olunur. Mövsümi işlər müəyyən dövrdə yaxşı gəlir əldə etmə baxımından mühüm rol oynasa da, hüquqi və sosial təminat məsələləri hər zaman gündəmdədir. İnsan resursları üzrə mütəxəssis Sevda Quliyevanın sözlərinə görə, bu işlərə tələbat ən çox şimal və aran bölgələrində olur. Həmçinin o bildirir ki, mövsüm dövründə kənd təsərrüfatı, turizm, ictimai yaşayış və ticarət sahələrində işçilərə ehtiyac xeyli artır. Əgər burada kənd təsərrüfatından söhbət gedirsə, burada artıq məhsulun hansı aylarda aktiv fəaliyyət göstərilməsindən asılı olaraq artıq yaz, yay və ya qış fəslinə əsasən müəyyən etmək olar. Xüsusilə həmçinin turizm sahəsində buna şamil etmək olar ki, qış turizmi var, ekologiya turizmi var və ya yayda intensiv dəniz və s. kimi artıq istirahəti nəzərə alaraq yay mövsümündə də aktivləşir. Müqavilələr əsasən də 2-4 aylıq, yəni müddət əsasən 2-4 ay müddətində ola bilir. İşlədiyi aya əsasən də 2 gün müddətinə məzuniyyətdə həmin işçilərə təmin edilir. Sevda Quliyeva onu da qeyd etdi ki, mövsümi işlər rəsmi və qeyri-rəsmi formada ola bilir. Eyni zamanda gecə və gündüz növbələri də mövcuddur. Bu zaman əməyin qarşılığında ödənən məbləğ arasında 100-200 manat fərq olur. Əkinçilik, kənd təsərrüfatı sahəsində gündəlik 15-30 manat civarında müəyyən etmək olar və ya üzəri. Həmçinin digər turizm sahəsində də həmçinin burada deyək ki, bələdçilikdir, xidmət sahələridir. Ortalama 500 üzəri 800-1000 aralığında minimum dəyişə bilir. Təbii ki, onun üzəri də artıq həmin sahənin idarəçisindən asılı olaraq vəzifə yüksəldikcə təbii olaraq əmək haqqı da yüksəlir. İnsan resursları üzrə mütəxəssis Nüsrət Xəlilov deyir ki, mövsümi işlər il boyu davam edən işlərlə müqayisədə müəyyən risklər daşıyır. Bunları nümunə olaraq göstərə bilərəm ki, gəlirin qeyri-sabit olması və daha çox bunlar qeyri-formal məşğulluq şəraitində çalışdıqlarına görə sosial təminatların itirilməsi, əmək mərkəzində müəyyən olmuş digər güzəşt və imtiyazların itirilməsi halı baş verə bilər. Bir də mövsüm bitdikdən sonra yeni iş tapma zəruriyyəti lazım var ki, təbii ki, insan dolanışığı üçün bu da müəyyən qədər zaman ala bilər. Mütəxəssislər bildirirlər ki, işə götürənlə işçi arasında bağlanan müqavilədə işçinin təhlükəsizliyi və digər mühüm məlumatlar barədə tam ətraflı qeydlər olmalıdır. Əgər təhlükəsizlik qaydaları və digər vacib şərtlər müqavilədə öz əksini tapmayıbsa, işçi öz hüquqlarını tələb etmə hüququna malikdir. Firuzə Məlikzadə, Aydın Bayramov, İlham Əkəliyeva, Xəbər Ertəsi.